Salam dəyərli abituriyentlər. Bu dəfəki izahımız ismin morfoloji xüsusiyyətləri, ismin cümlədən rolu mövzusu üzərində olacaq. 1. Taxılçılıq rayonu birləşməsində asıl sözlə bağlı səhvi müəyyən edin. A bəndi isimdir, nə sualına cavab verir. Birinci növbədə baxaq aslı tərəf hansı tərəfdir? Söz birləşməsində birinci tərəf aslı tərəf olur, taxılçılıq sözüdür. İkinci tərəfdə mənsubiyyət var. Birinci tərəf qeyri-müəyyən yiyəlik haldadır. Ona görə A bəndi olmayacaq, isimdir, nə sualına cavab verir. Doğru fikirdir, bizdən səhv fikir soruşur. B bəndi adlıq haldadır, adlıq halda deyil, qeyri-müəyyən yiyəlik haldadır. Ümumi isimdir, düzəltmə isimdir, sonuncu leksik şəkilçisi, lıq şəkilçisi və müzərrəd isimdir, doğru fikirlərdir. Doğru cavabımız B bəndi, adlıq halda yox, yiyəlik haldadır. 2. Çıxışlıq halda olan isimlər hansı cümlə üzvü vəzifəsində işlənə bilər? Çıxışlıq halda olan isimlər tamamlıq, zərflik və xəbər ola bilər. Bizim üçün burada D bəndi var. Tamamlıq və zərflik vəzifəsində işlənə bilər. 3. Təsiri halda olan isim hansı cümlə üzvü ola bilir? Təsiri halda olan isimlər tamamlıq olur. Doğru cavab E. 4. Altından xətt çəkilmiş sözlər nə sayılmalıdır? Qaçışın, uçuşun sözlərinin altından xətt çəkilib, nə sualına cavab verir və ad bildirir, isimdir. Doğru cavab D. 5. İsim hansı cümlə üzvləri vəzifəsində işlənə bilir? İsim bütün cümlə üzvləri vəzifəsində işlənə bilir. Bütün əsas nitq hissələri bütün cümlə üzvü kimi işlənə bilər. 5-in doğru cavabı C bəndi. 6. Cümlələrdən birində isim yoxdur. A bəndi yamanlıq sözü isimdir. A bəndini çıxırıq. B bəndi yaxşılıq sözü isimdir. B bəndini çıxırıq. C bəndi qəhrəmanlar sifətdir, unudulmurlar, feildir. C bəndi doğru cavabımızdır. D bəndi xalqının isimdir, olmaz. E bəndi bizlik isimdir, olmaz. 7. Səbəb və nəticə verib, səbəbə yazılıb, isim sifətin xüsusiyyətlərini daşıyır. Nəticəyə birini yaza bilmərik. Variantlardan birini yaza bilmərik. Morfoloji A bəndində morfoloji cəhətdən isim olaraq qalır. Bəli. İsim nə qədər sifətləşsə də isim olaraq qalır. A bəndini çıxırıq. Sifətin suallarına cavab verir. Doğrudur. Başqa bir sözə aid olub, onun təyinə çevrilir. Doğrudur. Məsələn, yun şal, dəri çanta, torpaq yol və s. Burada demək bir sözə aid olub, onun təyinə çevrilə bilir. D bəndi cümlədə xitab kimi işlənə bilmir. Doğrudur. E bəndi dərəcə əlaməti qazanır. Xeyr. Dərəcə əlaməti yalnız sifətdə olur. Doğru fikir. Doğru cavab E bəndi. Yəni E bəndini nəticə olaraq yaza bilmərik. 8. Demək, bizə sual işarəsinin yerində yazıla bilən söz tapmağı tələb olunur bizdən. İsim olsun, qrammatik şəkilçisi olmasın, düzəltmə olsun, mücərrəd olsun. Fikirlər, qrammatik şəkilçisi var, lər şəkilçisi, A bəndi olmaz. Fədakar sifətdir, isim istəyir, olmaz. Əl açıqlıq mürəkkəbdir, düzəltmə olmalıdır, söz olmaz. Dağıntı sadədir, söz düzəltmə olmalıdır, olmaz. Doğru cavabımız E. Gözəllik sözündə lik, leksik şəkilçisidir, düzəltmədir söz. Gözəllik nə? İsimdir, mücərrəddir və qrammatik şəkilçisi də yoxdur. 9. Təyyarə görəndə biz uşaq kimi sevinərdik. Təyyarə və uşaq sözlərinin altından xətt çəkilib, şərtində deyilir, cümləsindəki isimlərin xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Təyyarə sözü təsiri halda, qeyri-müəyyən təsiri halda, uşaq adlıq haldadır. Doğru cavabımız A bəndi. Hər ikisi adlıq haldadır. Yanlışdır. Biri təsiri, biri adlıq haldadır. Doğru cavab A. 10. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Ümumi qrammatik məna deyiləndə nitq hissəsi nəzərdə tutulur. A bəndi üzürlü sifət, B bəndi tozlu sifət, C bəndi günəşli sifət, D bəndi ütülü sifət. Biri fərqlidir, kəndli sözü isimdir. Doğru cavab B.
11. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Yenə nitq hissəsi olaraq biri fərqli olmalıdır. A bəndi maraqlı sifət, C bəndi görkəmli sifət, D bəndi hünərli sifət, E bəndi ürəkli sifət, B bəndi məktəbli isim. B bəndi digərlərindən fərqlənir. Doğru cavabdır. 12. Altından xətt çəkilmiş şəkilçilərin növlərini işlənmə ardıcılığı ilə müəyyən edin. Süfrəsi mənsubiyyət, baharım, mənsubiyyət, mənim, hal, yəli hal şəkilçisi. C bəndi doğru cavabdır. Mənsubiyyət, hal. 13. Altından xətt çəkilmiş şəkilçilərin növlərini işlənmə ardıcılığı ilə müəyyən edin. Ələsgərəm, şəkilçisi, şəxs onluğu, xəbəri şəkilçisi, şəxs xəbəri şəkilçisi, səni, təsiriyal şəkilçisi, dərdim, mənim dərdim, mənsubiyyət şəkilçisi. Doğru cavab C. Xəbərlik, hal, mənsubiyyət. 14. Sən də onlardan biri olmalıdır, birisən. Cümləsində buraxılmış şəkilçini müəyyən edin. Nə buraxılıb? Xəbəri şəkilçisi buraxılıb, sən şəkilçisi. Doğru cavab D bəndi. 15. Altından xətt çəkilmiş sözlərlə bağlı səhvi müəyyən edin. Telə sözü var, bir də kəmərin sözü var. Kəmərin belə bağlar, kəmərini belə bağlar, qeyri-müəyyən təsiri haldadır. Telə sözü də yönlülük haldadır. A bəndi biri mənsubiyyət şəkilçisi ilə işlənib, doğru fikirdir, bizdən səhv fikir istəyir. Kəmərin sözü mənsubiyyət şəkilçisi ilə işlənib. Hər ikisi sadə isimdir, doğrudur. Telə və kəmərin sözləri. C bəndi hər ikisi konkret isimdir, bəli, doğru fikirdir. Biri yönlü, biri adlıq haldadır. Telə sözü yönlüdür, amma kəmərin sözü təsiri haldadır. D bəndi yanlış fikirdir. Doğru cavabımız D. Hər ikisi sadədir. Bəli, sadədir. Telə sözü də, kəmərin sözü də sadədir. E bəndində olmaz. 16. Nümunədə altından xətt çəkilmiş sözlərlə bağlı səhvi müəyyən edin. Abidələr bəzəkdir sözü. A bəndi birinci cəm, ikincisi isə tək isimdir. Abidələrdə lər şəkilçisi var. Bəzəkdir sözündə lər olmadığına görə təkdir. Doğru fikirdir. B bəndi hər iki sözün kökü isimdir. Abidələr sözünün kökü abidə isimdir. Bəzəkdir sözünün kökü bəzə feilidir. Demək, B bəndi yanlış fikirdir. Səhv fikri soruşurdu bizdən. Doğru cavab B bəndi. Digər variantlarda hər ikisi adlıq haldadır. Doğrudur. Hər ikisi ümumi isimdir. Doğrudur. Biri sadə, digəri düzəltmədir. Bu da doğrudur. Bəzəkdir sözü düzəltmə, abidələr sözü sadədir. 17. Gələn bəzirgandır, gedən xocadır. Dır şəkilçilər var burada. Nümunəsində ümumi isimlər hansı şəkilçi ilə işlənmişdir? Xəbəri şəkilçiləri ilə işlənmişdir. Doğru cavab C bəndi. 18. Xüsusi isim hansı şəkilçi ilə işlənmişdir? Xüsusi isim ələsgərdir sözüdür. Burada dir şəkilçisi əslində olmalıdır. Dir. Yəni xəbərli şəkilçisi. Doğru cavabımız D bəndi. 19. Sonu samitlə bitən isimlərdə təsiri yal şəkilçisi hansı qrammatik şəkilçisi ilə formaca oxşardır? Təsiri yalın şəkilçisi I, U, Ü. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə formaca oxşardır. Məsələn, onun kitabı. Kitabı sözündəki I mənsubiyyət şəkilçisi olur. Doğru cavabımız E. 20. Sonu samitlə bitən isimlərdə yönlü hal şəkilçisi hansı qrammatik şəkilçisi ilə formaca oxşardır? Şəkilçisi ın şəkilçisidir. Yəli hal şəkilçisi və ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə formaca oxşardır. Doğru cavab A. Məsələn, sənin kitabın. In şəkilçisi burada mənsubiyyət şəkilçisidir. 21. İsimlərdə şəkilçi ardıcılığı baxımından uyğunsuzluğu müəyyən edin. Qrammatik şəkilçiləri ardıcılıqla yazaq. 1. Cəm. 2.
mənsubiyyət, 3 hal, 4 xəbərlik şəkilçiləri. Baxaq görək harda uyğunsuzluq var. A bəndi mənsubiyyət şəkilçisi, yiyəlik hal şəkilçisi. Bəli, birinci mənsubiyyət, sonra hal şəkilçisi gəlir. A doğru fikirdir, uyğundur. B cəm şəkilçisi, mənsubiyyət şəkilçisi. Doğrudur, cəmdən sonra mənsubiyyət gəlir. C bəndi yönlük hal xəbəri şəkilçisi, hal sonra xəbərlik olmalıdır. C də uyğun gəlir. D təsirli hal xəbərlik. Əslində haldan sonra xəbərlik şəkilçisi gəlir, amma təsirli hal xəbərlik şəkilçisi qəbul edə bilmədiyinə görə, xəbərliklə işlənə bilmədiyinə görə D bəndində uyğunsuzluq var. E yiyəlik hal xəbərlik, bu da doğru fikirdir. Doğru cavabımız D bəndi. D bəndi uyğunsuz fikir D bəndindədir. 22. İsimlərdə şəkilçi ardıcılığı baxımından uyğunluğu müəyyən edin. Yenə 21-də yazdığımız qalır burada. Cəm, mənsubiyyət, hal, xəbəri şəkilçiləri ardıcıllıqla artırılır. A bəndinə baxaq. Xəbəri şəkilçisi çıxışlı. Doğru deyil. Hal sonra xəbəri olmalıdır. B bəndi mənsubiyyət, cəm, birinci cəm, sonra mənsubiyyət olmalıdır. B də yanlışdır. C yiyəlik hal xəbəri şəkilçisi doğrudur. Hal sonra xəbəri şəkilçisi artırılır. Doğru cavabımız C-dir. D bəndi yönlük hal mənsubiyyət, birinci mənsubiyyət, sonra hal işlənməlidir. Doğru deyil. Təsirli hal xəbəri, təsirli haldan sonra xəbəri işlənə bilməz. Yəni təsirli hala xəbəri şəkilçisi artıra bilmərik. Təsirli hal cümlənin xəbəri ola bilmir. Doğru cavabımız C bəndi. 23. Qeyri-müəyyən yiyəlik halda olan söz hansı nitq hissəsindən düzəlməlidir? Başdan baxsaq, elə gözəllik duyğusu var burada, söz birləşməsi kimi. İkinci tərəf mənsubiyyət isə birinci tərəf yiyəlik haldadır. Gözəlliyə şəkilçisi, yiyəlik hal şəkilçisi artırılmadığına görə qeyri-müəyyən yiyəlik haldadır. Lik şəkilçisi gözəl sifətinə artırılıb. Doğru cavabımız A bəndi, sifətdən düzəlmədir. 24. Hansı cümlədə altından xətt çəkilmiş söz isim deyil? Torpaq yol, torpaq isimdir, sifətləşib. A bəndi olmaz. B bəndi atası uşağa yun əlcək almışdı, yun sifətləşib. Yenə isimdir, olmaz. C bəndi dünənkilərdən isimləşmiş sifətdir, yenə də sifət olaraq götürəcəyik. Demək, burada C bəndində altından xətt çəkilən söz isim deyil. D bəndində dəmir borularda dəmir isimdir, sifətləşib, yenə isim kimi götürəcəyik. E bəndində gözəlliyi, gözəl sifət olsa da leksik şəkilçisidir, artıq sifətdən isim düzəlib, E bəndini də götürməyəcəyik. Doğru cavab C bəndi. 25. Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirdir. Rəqəm yazılanlar gülüşündə 1, güllər 2, könlümüz 3, bunlar isimlərdir. Vurğunu 4, yorğunu 5, bunlar isə sifətlərdir. A bəndinə baxaq. 2 konkret isimdir, təsirli haldadır. Güllər astı. Burada güllər sözü adlıq haldadır, təsirli halda deyil. A bəndi olmayacaq. 3 isimdir, saitlə başlanan hal şəkilçisi artırıldığına görə son saitini itirmişdir. Könlümüz sözündə ümüz mənsubiyyətdir, hal yox, mənsubiyyətə görədir. B bəndi də olmayacaq. C bəndi 4 və 5 təsirli hal şəkilçisi qəbul etmiş mücərrəd mənalı isimlərdir. İsim deyil, sifətlərdir 4 və 5. O da olmayacaq. Hamısı ad bildirmir, doğrudur. Hamısı ad bildirmir. 4 ilə 5 əlamət bildirir, yəni sifətlərdir. Doğru cavabımız D-dir. E bəndinə baxaq. Bir isimdən düzəlmiş mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir. İsimdən düzəlməyib, feildən düzəlib, gülüşündə gül feilindən düzəlib, E bəndi də olmayacaq.